Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə Gürcü dilində ilk olaraq bir neçə yeni sözlər öyrənəcəyik. Anu axali sitqobi, yeni sözlər. Hər zaman olduğu kimi ilk olaraq bugün öyrənəcəyimiz sözləri dinləyək ki, sözlərin düzgün tələffüzünü, düzgün deyilişini yadda saxlayaq. Sonra isə həmin sözləri oxuyaq və tərcümə edək ki, həmçinin sözlərin mənasını da yadda saxlayaq. İlk olaraq gəlin keçək və bugünkü yeni sözlərimizi dinləyək. გაკვეთილი მეექვსე. დავალება პირველი. ჭიქა, თეფში, ჩანგალი, დანა, სუფრა, კოვზი, ჩაიდანი, ქვაბი, ტაფა, მაგიდა, სკამი, ღია, მუქი, მოხარშული, შემწვარი, გამომცხვარი, გამზადებული, საცურაო აუზი, უგემური, უშაქრო, უმარილო, ტკბილი, ღუმელი, კარადა, სუფთა, ჭუჭყიანი, პირსახოცი, ხელსახოცი, საყიდლებზე, სამსახურში, სწრაფი, სწრაფად, ნელი, ცხარე, მჟავე, მზადვარ, საერთოდ, დგება, იღვიძებს, იხეხავს, იბანს, იღებს შხაპს, ამზადებ, ნელა. Deməli dostlar, sözləri dinlədik. Bir dəfə dinlədik burada, amma əlbəttə ki, siz videonu dayandırıb neçə dəfə istəyirsiniz, o qədər dinləyə bilərsiniz. İndi isə gəlin keçək və həmin sözləri, dinlədiyimiz sözləri oxuyaq və tərcümə edək ki, həmçinin mənalarını da öyrənək. İlk sözümüz bu nədir? Ჭიქა. Ჭიქა stəkan deməkdir. Sonra gəlir tepşi. Tepşi, boşqab. Sonra gəlir çangali. Çangali, çəngəl. Dana. Dana, bıçaq. Supra. Supra, süfrə. Məsələn, süfrə açdılar, deyəni deyirik. Supra qaşales. Supra qaşales, yəni süfrə açdılar. Qovzi. Qovzi, qaşıq. Çayidani. Çayidani, çaydan. Kvabi. Kvabi, qazan. Tapa. Tapa, tava. Magida. Magida, masa deməkdir dostlar bu. Yəni stol, masa, magida. Skami. Skami, stul deməkdir. Ğiya. Ğiya, açıq. Ğiya, məsələn baxın. Ğiya, peri, açıq rəng. Muki. Muki, tünd deməkdir. Muki peri, tünd rəng. Moxarşuli. Moxarşuli, qaynadılmış deməkdir dostlar. Yəni soyutma. Məsələn baxın, moxarşuli, kartofili, yəni soyutma kartof. Suda qaynadılmış, bişmiş kartof. Moxarşuli, qvertsxi, soyutma, yumurta deməkdir bu. Şemtsvari. Şemtsvari, qızardılmış. Çünki qızartmaq gürcə necədir? Şeçva. Şeçva qızartmaq, feil. Şemtsvari, qızardılmış. Məsələn, şemtsvari, kartofili, qızarmış kartof. Gamomtsxvari. Gamomtsxvari, bişmiş deməkdir dostlar. Məsələn, bişirmək olur gamotsxoba. Gamotsxoba, gamomtsxvari, bişmiş deməkdir. Bunu xamırlara işlədirik dostlar. Çörək, məsələn, kek və s. Yadınızda saxlayın. Yəni bişmiş xörəyə
xörək, buna qamumçıxvari işlətmirik. Sonra gamzadebuli. Gamzadebuli hazırlanmış deməkdir. Çünki hazırlamaq feili nədir? Momzadeba, gamzadeba hazırlamaq feilidir. Gamzadebuli hazırlanmış. Satsurao auzi. Üzmək hovuzu. Satsurao auzi. Sonra gəlir ugemuri. Ugemuri dadsız. Gemo dad deməkdir gürcə. Ugemuri dadsız. Uşakro. Uşakro şəkərsiz. Şakari şəkər deməkdir. Uşakro şəkərsiz. Umarilo. Umarilo duzsuz. Marili duz deməkdir gürcə. Tkbili. Tkbili şirin. Qumeli. Qumeli soba deməkdir. Yəni peç, soba. Qarada. Qarada şkaf. Supta. Supta təmiz. Cucqiyani. Cucqiyani kirli. Bir saxoti. Bir saxoti dəsmal, yəni havlu deməkdir bu. Xel saxoti. Xel saxoti. Bu isə salfet deməkdir dostlar. Saqid ləbzə. Saqid ləbzə alışverişə, nəsə almağa deməkdir bu. Samsaxurşi. Samsaxurşi işə ya da işdə deməkdir bu. Samsaxurşi mivdi var, yəni işə gedirəm. Strapi. Strapi sürətli deməkdir. Yeyin sürətli. Strapad. Strapad bu isə sürətlə deməkdir. Bunların arasındakı fərq odur ki, strapi sifətdir, yəni isimlə birlikdə işlədilir. Strapad zərfdir, yəni feillə birlikdə işlədilir. Neli yavaş deməkdir. Neli. Tsxare. Tsxare acı. Acı deməkdir bu. Mjave. Mjave bu isə turş deməkdir. Mzad var. Mzad var. Hazıram deməkdir. Saertod. Saertod ümumiyyətlə deməkdir. Dgeba. Dgeba durur deməkdir. Qalxır yəni yerindən. Səhər maqalitad. Dilaobit adre dgeba. Səhərlər erkən durur, erkən qalxır. İğviceps. İğviceps oyanır. İxexavs. İxexavs fırçalayır deməkdir. Maqalitad məsələn qbileps İxexavs dişlərini fırçalayır. İbans. İbans yuyur, yuyunur deməkdir. İğeps şxaps. İğeps şxaps yəni duş alır. Çünki şxapi duş deməkdir. Amzadeb hazırlayırsan, amma sən hazırlayırsan, bu ikinci şəxsin təkindədir. Amzadeb və son sözümüz bu nela. Nela bu isə yenə yavaş deməkdir. Sadəcə neli və nela arasındakı fərq budur ki, neli sifətdir və isimlə işlədilir. Nela zərfdir və feillə işlədilir.